Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nəhməduhu və nəstəinuhu və nətəvəkkəlu və nəstəğfiruh. Bəşirin nəzir, əs-siracil munir, Əbdül Muayyad və Rasulil Musaddad, Əbil Qasimi Mustafa Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين ولعن على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. السلام عليكم جميعا ورحمة الله وبركاته. Allahın salamı, rəhməti, məğfirəti, bərəkəti inşallah ki, bu məclislərdə sizlərin və bizlərin üzərinə olsun. Çox sayılı günlər qalıb Aşura gününə. Sabahki gün artıq Tasuva günüdür. Birisi gün inşallah ki, Aşura günüdür. Biz bu neçə gün İmam Hüseyin əleyhissalamın eşq kərvanı haqqında, onun təsirləri haqqında söhbət açmışıq, danışırıq. Bu danışıqlar İmam Hüseynin müsibətlərinin zikridir. Müsibətlərinin də deməzdim, təkcə müsibətlərinin yox, bütün halının, vəziyyətinin zikridir. Mənəvi təmas yaradan Kərbəla, mənəvi təmas yaradır Kərbəla ilə. Və yadda saxlayın ki, heç nə insan təkamülünə, insan inkişafına bunu qədər təsir eləyə bilməz. Alimlərdən birinin fikridir, o deyirdi ki, mən bunu son nəfəsimə qədər deyəcəm. O deyirdi ki, bunu mən son nəfəsiməcən deyəcəm. Bunlar mənim, deyirdi ki, oxuduqlarımın nəticəsidir, yaşadıqlarımın nəticəsidir. Deyirdi ki, heç bir şey Kərbəla qədər insanı Allaha yaxınlaşdırmaq gücünə malik deyil. Bu İmam Hüseynin Peyğəmbərdən üstünlüyü də deyil. Digər imamlardan, Həzrəti Əli əleyhissalamdan üstünlüyü deyil. Bu işin ümumi olaraq xarakteri belədir, xüsusiyyəti belədir, xasiyyəti bu cürdür. Əslində Peyğəmbər Kərbəla vasitəsilə bu işi görür. Həzrəti Əli əleyhissalam Kərbəla vasitəsilə bu işi görür. Allah Kərbəla vasitəsilə bu işi görür. Bizim yaxşı işlərimizin bizi harasa aparıb çatdırmaq gücü yoxdur. Bu bizi məyus eləməkdən ötürü deyil. Biz hər bir halda Allahın əmrlərini icra eləyirik. Gücümüz çatan qədər Allahın ki əmrləri var bizim boynumuzda, onları çalışırıq ki icra eləyək. Əsas odur ki, Allahın sözünə baxmağa çalışırıq. Nə vacib buyurur, əməl etməyə çalışırıq. Haram buyurub, çəkinməyə çalışırıq. Bunu şükürlər olsun ki eləyirik, eləməliyik də. Bunlar hamısı öz yerində bizim boynumuzda olan vaciblərdir. Amma oturub söykənməyəsən ki, bu qıldığım namaz məni harasa aparacaq. İnsan oturub düşünməsin, oturub söykənməsin, arxayın olmasın ki, bu qıldığım namaz məni harasa aparacaq. Vallah, bu qıldığımız namazın gücü yoxdur. Bu tutduğumuz oruc bizi harasa aparıb çatdıracaq. Xeyr, bu namaz, bu oruc bir mühit yaratmaq istəyir. Sənin içində, mənim içimdə ki, bizi aparsın bir yerə bağlasın ki, onlar, həmin o bağlandığımız yer bizi aparsın harasa çatdırsın. Bu bağlayır insanı harasa, kimlərə. Onların, o bağlandığımız yerin, Allah vəlisinin, Allah dostunun gücü var ki, bizi aparsın, çatdırsın. Bu yolu mən deyərək getmək mümkün deyil.
Bu yolu təkəbbürlə getmək mümkün deyil. Mən deyərək getmək mümkün deyil. Onlar elə bir fəzaya daxil olub ki, orada ancaq Allah var. Orada sən Allahın qüdrət dairəsinə daxil olursan. Sənin gücün işləmir orada. Orada işləyən başqa gücdür, başqa qüdrətdir. Sən ora daxil olanda artıq özün yox, Allahın qüdrəti səni aparır. Ona görə də Kərbəla hadisəsi, onunla təmas qurmaq, onu ilə əlaqədə olmaq insanı aparır, çatdırır harasa. Sənin gücün işləmir orada. Orada işləyən başqa gücdür, başqa qüdrətdir. Sən ora daxil olanda artıq özün yox, başqa güc aparır səni. Ona görə Kərbəla hadisəsi onunla təmas qurmaq, onu ilə əlaqədə olmaq insanı Allaha çatdıran yeganə vasitədir. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Və ali Muhammed. Qalan şeylər buna hamısı xidmət eləyir. Bizim yaxşı işlərimizi böyüklərin yaxşı işləri ilə müqayisə eləsələr, biz yaxşı işlərimizdən üzr istəməliyik. Böyük insanların işləri ilə bizim yaxşı işlərimizi müqayisə eləsələr, biz üzr istəməliyik bütün günü. İmam Səccad əleyhissalamın duası buyurur ki, وَلَسْتُ أَتَّكِلُ فِي النِّجَاءِ مِنْ عِقَابِكَ عَلَى أَعْمَالِنَا بَلْ بِفَضْلِكَ عَلَيْنَا. Buyurur ki, biz nicat tapmaqda, sənin əzabından, ilahi, sənin əzabından nicat tapmaqda öz əməllərimizə söykənmirik. Ancaq və ancaq sənin fəzlüvə söykənirik, sənin rəhmətvə söykənirik. Bir alim vardı, Ustad Mədəni adında, Mədəni Təbrizi deyirdilər onun adına. Ramazan ayının 23-cü gecəsi cəmaat izdihamla məscidə gəlmişdi, Qədr gecəsi idi. Cəmaata baxdı, qayıtdı bu sözü, dedi ki, ay cəmaat, siz günahdan tövbə eləməyə gəlmişsiniz. Mən sizdən aşağıyam, mən yaxşı işlərimdən üzr istəməyə gəlmişəm. Siz günahdan tövbə eləməyə gəlmişsiniz. Mən sizdən aşağıyam, mən yaxşı işlərimdən üzr istəməyə gəlmişəm bu gecə. Ola bilər siz hansısa bir yaxşı əməliniz var, ona söykənəsiniz. Mənim yaxşı heç nəyim yoxdur. Bir hədis var, Həzrət Əli ilə Salmanın hədisidir. Buyurur ki, bu hədis insanda dərin bir iz buraxan hədisdir. Adama təsir edən hədisdir. Deyir Salman, Həzrət Əleyhisselam buyurur ki, Salman, Peyğəmbər buyurub, Peyğəmbər buyurub ki, Salman İsa ibn Məryəm kimidir mənim ümmətim üçün. Həzrət Əleyhisselam deyir ki, Peyğəmbər buyurub ki, Salman İsa ibn Məryəm kimidir mənim ümmətimin arasında. Adam hara gedib çata bilər? Təsəvvür adam hara gedib çata bilir ki, deyir ki, iman 10 dərəcədirsə, Salman imanın 10-cu dərəcəsindədir. Əvvəldəkilərin və sondakıların elmini o bilir. İmam onun haqqında bu cür deyir. İndi bu adam dünyadan köçür. Həmin bu Salman, 10-cu iman 10 dərəcədədirsə, 10-cu yerdə olan Salman, İsa ibn Məryəm kimi ümmətin arasında olan Salman dünyadan köçür. Dünyadan gedir. Qiymətində alıb. Çünki özü buyurub ki, minna əhləl beyt. O biz əhli beytdəndir. Salmanun minna. Salman bizdəndir. O indi bu dünyadan köçür. Əvvəla Həzrəti Əli gəlir başının üstünə. Uzun məsafəni teyyülül ərzlə gəlir. Bilirsiniz də Salmanı Rəbəziyə sürgün eləyirlər. Yazır teyyülül ərzlə gəlir başının üstünə. Qət eləyib, Qulamı Qəmbər də gəlir. Özü də demişdi ki, Salman, mənim namazımı o kişi qılacaq, heç kəsi yaxına buraxmayın. Gəlir, dayanır,
onun başının üstündə və artıq o dünyasını dəyişir. Əvvəl kəfənini açır, baxır, deyir, ona xoş halı var. Ondan sonra götürür, kəfənin üstünə bir dənə şeir yazır. Sözüm bu şeirdədir. Bu şeirdədir. Şeir yazır, tərcüməsi belədir. Deyir ki, səndən soruşsalar, nə üçün əli boş gəlmisən? Gör kimə deyir ha? Salmana deyir. Salman o şəxsdir ki, daha Peyğəmbər qiymətini verib. Biz Əhl-i Beytdəndir. Ha? Deyir ki, soruşsalar ki, nə üçün əli boş gəlmisən? Dinən ki, kərim şəxsin qapısına gəlmişəm. Kərim şəxsə qonaq gəlmişəm. Demir, yazmır Salman əhsən sənə, əhsən sənin namazı var, əhsən sənin filan cür eləmişsən, filan cür eləmişsən. Bunları demir. Deməli, Salman bura gedib çatıb. Ne üçün? Bir şeyi başa düşüb ki, neynəsə əli boşdur. Neynəsə əli boşdur. Yəni, Salman namazına güvənməyib, orucuna güvənməyib, başqa ibadətlərinə güvənməyib. Salman anlayıb, başa düşüb ki, nə etsə əli boşdur. Neynəsə əli boşdur. Salmanın bütün fəziləti bu bir cümlədəymiş demə. Bir cümlədəymiş. Ona görə yapışıb Həzrəti Əli əleyhissalamdan. Ona görə yapışıb Həzrəti Əli əleyhissalamdan ki, məni bu aparacaq. Mənim heç nəyim yoxdur. Bütün fəziləti Salmanın əməlində yox idi. Əməlinə görə verməmişdilər. Əməli nəticəsində əli boşluğunu başa düşməyində idi Salmanın fəziləti. Bütün fəziləti onun əməllərində deyildi. Əməllərin nəticəsində əli boşluğunu başa düşməyində idi. Salmanın fəziləti və buna görə idi. Salman gəlib başa düşüb ki, mən heç kiməm, mən heç nəyəm, əli boşam. Burada bir hərəkətdə böyük bir hikmət var. Səndən soruşsalar ki, nə üçün əli boş gəlmisən? Dinən ki, kərim şəxsə qonaq gəlmişəm. Nicatın düsturu budur, yolu budur. Adam özünü əli boş bilsin, qoşulsun eşq karvarına, desin ki, ağa, apar məni də özünlə bir yerdə. Qara qulamı gətirdin. O qədər əziz elədin, günahkar insanları gətirdin, elə bir dərəcələrə çatdırdın ki, sənin buna gücün var, sənin buna gücün çatır, sən bunu bacarırsan, məni də qoş bu karvana, məni də apar. Qara qulamı necə apardın, necə o qədər günahkarları qoşdun bu karvana apardın, sən məni də apar. Mən öz kiçik, qarışqa addımlarımla bu yolu qət eləyə bilməyəcəyəm. Gedib çıxa bilməyəcəm. Mən sənə qoşulmaq üçün gəlim, bircə istəyirəm ki, əlimi bu gəmiyə atım. İnnəl Hüseyn misbahul huda və safinətun nica. Mən bu gəmiyə minim. Məni apar bu nicat gəmisinə doğru. Bu günlər fürsətdir. Az qalır Aşuraya və bu günlərin gəlin qədrini bilək. Məclislər olanda iştirak eləyək. Harda olursa olsun fərqi yoxdur. Çünki çox təsiri var insana bu məclislərin. Çox böyük təsirləri var. Deyir, namaz qılandan sonra müstəhəbdir deyəsən ki, Əstəğfirullahəl-ləzi la ilahə illə huvəl hayyul qayyum zulcəlali vəl ikram və ətubu iləyh. Bu istiğfardır. Namazı qılandan sonra deyir, 3 dəfə gərək bunu deyəsən. İlahi bağışla, namazıma görə üzr istəyirəm səndən. Bu namaza görə üzr istəyirəm səndən. Mənası budur. Bu ki, namaz qıldım mən, bu namaza görə üzr istəyirəm səndən. İstiğfar eləyirəm. Bunu bacardım. Deyir, bir uşaqla, övladınla danışanda necə olur? 2-3 dəfə diqqətin məsəl üçün başqa yerə yayılır, telefona yayılır. Uşaq sənə nə deyir? Görürsən ki, qulaq asmayanda uşaq adamı belə eləyir, deyir, ata sənin nənəmi və yaxud ana sənin nənəmi, tutur ətəyindən dartır. Sənin diqqətini özünə doğru çəkmək istəyir. Sənin Allahla danışırıq, bir də görürsən ki, fikrimiz başqa yerdədir. Fikir başqa yerə getmək bilirsin nə deməkdir? Üzvü çevirmək deməkdir. Ondan üzvü çevirdin. Nə qədər bizim fikrimiz olur namazda? Namazın hər anında, hər dəqiqəsində
Bir də görürsən ki, fikrimiz Allah'da olmur hər zaman. Bəzən gedir ora-bura. Ona görə deyir ki, namazı qutardın. Əstəğfirullahəl-ləzi la ilahə illəhu huvel hayyul qayyum zulcəlali vel ikram və ətubu ilə. İlahi, bu namazımdan üzr istəyirəm sənə. Ki, fikrim yayındı. Düzdür, gəlmişdim, fikrim səndə olsun. Amma fikrim yayındı. Bu namaz bizi hara çatdıra bilər belə namaz? Mən sizi məyus eləmək istəmirəm. Əksinə, ümidin yolunu sizə göstərmək, özümə də göstərmək eyni zamanda. Ki, adam bu şeylərdən ümidsiz olsun ki, ümidlə geçsin onlara tərəf, Əbu Abdillaha tərəf. İnsan gərək bunlara ümid bəsləməsin. Qıldığı namaza, tutduğu oruca, onlar bir keçən dünənlər dedik, ondan qabaqki gündə dedik, bunlar bir dənə yanacaq misalındadır. Əsas mühərrik Allahın vəlisidir, ona qoşulmaqdır. Yol getməkdən ötürü, hərəkət eləməkdən ötürü Allahın vəlisinə qoşulmaq lazımdır. İnsan öz namazını üstün bilsə, onda təkəbbür hissi yaranacaq. İnsan öz orucunu üstün bilsə, onda arxayınlıq yaradacaq. Bunlardan ümidinizi üzüb, onlara ümidinizi bağlayın ki, onlardan yapışın. Nə qədər ki, özüvə ümid varsan, onlara ümidvar ola bilmərsən. Özündən ümidlərini kəsməlisən ki, denəm, mən sizin qapınıza gəlmişəm. Siz aparırsınız. Yola bələd olan insanlar sizsiniz, bələdçi sizsiniz. Mən öz başına heç yana gedə bilmərəm. Onlar da ağuşlarını açıb gözləyirlər bizi. Onlar dünəndən yanırlar bizdən ötürü. Ki, sən bir dənə addım atasan ona. Hür kimi gedəsən qapısına, hür necə elədi? Hür kimi gedəsən qapısına, dedi ki, mən əli boşam, heç nəyim yoxdur. Günahdan, cinayətdən başqa bir şey gətirməmişəm. Bir şeyim yoxdur. Bir yerdə var, bu deyir ki, söz salmaq istədi. Hey, istəyirdisin ki, mən siz gələndə, Kərbəlaya çatanda, istir səhvini etiraf eləsin İmam Hüseyin Aleyhisselama hür. Hey, istəyir söhbət açsın. Deyir, bu deyən kimi imam sözü dəyişir. İmam istəmir. Keçmiş günahın etiraf eləmək istəyir bu. Ki, bu mühasirəyə alıb da İmam Hüseyni ilk dəfə hür kəsdi qabağını. Mühasirəyə alan oldu. O qədər gözlətdirlər ki, sonra Ömər Sədin qoşunu gəldi. Deyir, mən belə, mən belə elədim, mən elə elədim deyəndə, məsələn, imam bir başqa məsələdən danışır. Ayaqüstü bir neçə dəqiqə görüşdə o istəyir ki, günahından danışsın. Buna eləyib baxıb istəyir İmam Hüseyin Aleyhisselama. Kərbəlanın səbəbkarı hürdür. Hür. Gəlib ki, üzr istəsin. İmkan vermir. İmam Hüseyin Aleyhisselam sözü dəyişir tez. İmkan vermir. Yəni, demək istəyir ki, yaddan çıxartda oldu, bitdi. Gəlmirsən, tövbə eləmirsən, fiso. Day bəsdir. Bura gəlmisənsə, ümid qapısıdır bu qapı. Biz də deyək, İmam Hüseynə etiraf eləyək. Ağa, biz səni incitmişik. Amma bilin ki, o da orada sözü dəyişir. O da məna aləmində sözü dəyişir. Allahın yanında sözü dəyişir. O da başlayır ki, gəlib, ilahi bu gəlib sənin bəndünü məni sevir. Başlayır səni olmayan yaxşılıqlarından danışmağa, sənin üçün olmayan yaxşılıqlar çıxartmağa. Allaha təqdim eləyir. İndi bilirsiniz, bu məclisdir. Bu məclisdəki zikri müsibət ki, deyiləcək. Hədisdə var ki, Allahın ərşinin yanında İmam Hüseyin Aleyhisselam bir-bir buradakılara nəzər eləyər. Bir-bir burada məclisində oturanlara nəzər eləyər. Sonra yazırlar ki, dua eləyər onlar üçün. Həzrət Əli Əleyhisselam, xanım Zəhra həmin duaya amin deyərlər. Ey məclisdə oturan, təsəvvür elə ki, Hüseyin sənin üçün dua oxuyur, dua deyir. Xanım Zəhra ilə Həzrət Əli Əleyhisselam da o duaya amin deyirlər. O dua təsəvvür edin, dala çevirirlər, yox. Belə bir yerdə qərar tutmuşsunuz hal-hazırda. Bax, İmam Hüseyin Aleyhisselam indi də çağırır. Həl min nasirin yansuruni.
ay günahkarlar, ay namazlarından ümidsiz olanlar, ey ibadətlərindən əlini üzənlər, kim istəyir gəlsin, kömək eləyim. Kim istəyir gəlsin, kömək eləyim. Ona görə ziyarətnaməsində var. Deyir ki, Ləbbeykə ya daiyəllah, in kənə ləm yücibkə بدني عند استغاثتي ولساني عند استستراستي فقد أجابك قلبي وسمعي وبصري. Deyir ki, Ləbbeyk, ey Allaha doğru çağıran, Ləbbeyk. O vaxt bədənim yox idi. O vaxt bədənim yox idi yanında. Dilim yox idi səni müdafiə eləyim. O vaxt mən yox idim. Amma indi sənə ləbbeyk deyirəm, cavab verirəm. Qəlbimlə, qulağımla, gözümlə. Sənə, sənin o həlmin nasirin yansuruni kəlmənə ləbbeyk deyirəm. Gərək nəsə bizi qaldırsın da, and olsun Allahın izzət və cəlalına ki, heç bir şeyin gücü çatmadığı bir şeyi gözündən çıxan yaş eləyir. Heç nəyin gücü çatmır. İnsanın gözündən çıxan bir qətrə yaş, heç nəyin gücü çatmır ona. Amma bir qətrə yaşın gücü çatır ona, göz yaşının. Bunda belə bir güc var. Çünki bu göz yaşı sənin deyil. Sənə hədiyyə olunur bu göz yaşı. Başqa aləmdən gəlir. Keçən dəfə dedik, Ayətullah Behçət deyirdi ki, bu göz yaşı ə'la illiyinnəndir. Ə'la illiyinnəndir. Yəni, ən uca məqamdan gəlir, sənin qəlbindən süzülür. Bu elə-belə deyək, biyoloji bir göz yaşı deyil. Bunun elə başqalarından fərqi var. Bunun başqalarından fərqi də elə budur. O mənəvi aləmin ruha təsiri, yanması nəticəsində insanın gözündən axıb gələn göz yaşıdır. Boş göz yaşı deyil. Bu göz yaşının gücü, qüdrəti çoxdur. Bu göz yaşı o qədər dəyərlidir ki, İmam Sadiq əleyhissalam səhabələrindən birinə deyir ki, Rəhimallahu dəmətək. Allah rəhm eləyir göz yaşıva. Allah rəhm eləyir. Dedi, heç ağlayırsan Cəddi Hüseynə? Dedi ki, səhabə, bəli, o qədər ağlayıram ki, ağa taqətdən düşürəm. Əma innəkə sətəra ində məvtikə huduri əbai lək. Deyir, sən öləndə bilirsən nə olacaq? Bu göz yaşının nəticəsində görəcəksən, babalarım dayanıb başının üstündə. Mənim babalarım dayanıb başının üstündə. İmam Sadiq əleyhissalam deyir. Bu göz yaşını qiymətli bil. Bu göz yaşı Peyğəmbəri cənnətdən gətirəcək sənin başının üstünə. Bu göz yaşı. Səni o qarşılayacaq. O qarşılayacaq. Yazırlar ki, izni duxul dayanırsan, daxil olmaq üçün icazə verirsən, ağa daxil olum. Ədxulu ya Mevlaya, ağa icazə verirsən, daxil olum. Deyir, gözündən yaş çıxsa, hədis buyurur ki, və zəlikə əlamətul izn. Bu icazə əlamətidir. Bu yolda sənə icazə verdilər. Bu çox uca məqamdır. Bu yolda kövrəlmək, göz yaşı axıtmaq, yanmaq, göz yaşı adamı başqa aləmə aparır bu yolda. Gəlin bu gecə təvəssül eləyək. Bu gecə əslində Həzrəti Əbəlfəz ağanın gecəsidir. Amma bizdə adətdir ki, 9-cu Aşura gününün gecəsini, 9-cu məclisimiz ki olur, o gecə, o məclisdə Həzrəti Əbəlfəzə təvəssül eləyirik. Bu gecə onun gecəsidir əslində. Adətən amma bizdə bu cür olmur. Həmişə adətimiz budur ki, Aşura gecəsi, sabahki gecə, sabahki gün ki olacaq, Əbəlfəz ağaya təvəssül eləyirik. Bu gecə Əbəlfəzin bu məclisə nəzərini cəlb eləməkdən ötürü düzdür. Hər zaman nəzərləri məclislərdədir. Etiqadımıza görə, belə deyək, əvvəldən nəzərləri var. Amma o rəhmət selini daha da gücləndirməkdən ötürü Əbəlfəz ağanın sevdiyi qızlara təvəssül eləmək istəyirəm. Onlarla vidalaşmaq istəmirdi Həzrəti Əbəlfəz ağa. Bundan ötürü suyu bəhanə elədi, xeymələrdən çıxdı. Demədi ki, döyüşə gedirəm. Dedi ki, su gətirim, gəlirəm. Su adı ilə çıxdı.
Çünki çox istəyirdi İmam Hüseyn əleyhissalamın qızları, qızlar da onu çox istəyirdi. Seyyid İbn Tavus yazır ki, Luhuf kitabında Səkinənin yuxusu adında bir dənə məqtəl var Luhuf kitabında. Deyir, o balaca qız Aşura günü bitəndən sonra Şam-ı Qəriban gecəsində getdi yuxuya, yatdı, bir dənə yuxu gördü. Yuxu gördü. Gördü ki, özü danışır, qız özü danışır yuxunu. Deyir, yatdım, bir yuxu gördüm. Yuxuda bir qadın, bir xanım kəcavənin üstündə gedir. Soruşdum ki, bu xanım kimdir? Xüsusi ehtiramı var, cəlalı var. Dedilər, bu Peyğəmbərin qızı Fatimədir. Deyir, dedim, necə? Mənim nənəm Fatimə-i Zəhradır. Dedilər ki, bəli. Deyir, getdim, dedim, nənə, xəbərin oldu neynədilər? Xəbərin oldu ki, mənim atamı qətlə yetirdilər. Mənim atamı, sənin oğluvu şəhid elədilər. Nənə, xəbərim var ki, onun başını bədənindən ayırdılar. Nənə, xəbərim var, sənin oğluvun, mənim də atamın başını nizəyə vurub şəhər-bəşəhər gəzdirdilər. Deyir, mən danışıram, o da ağlayır. Xanım Səkinə yuxusunu danışır. Deyir, sonra dedim ki, nənə, bundan kifayətlənmədilər. Mənim atamın bədəninin üstünə at çapdırdılar. Deyir, bunu deyəndə xanım deyir, fəryad elədi. Fatimə fəryad elədi. Dedi, qızım, danışma dayı, taqətim yoxdur bundan o tərəfə. Bundan o tərəfin eşitməyə taqətim yoxdur. Deyir, gördüm, bir dənə köynək çıxartdı. Bağrından bir, ürəyinin üstündən bir köynək çıxartdı. Dedi, bilirsən bu kimin köynəyidir? Dedim ki, yox. Dedi ki, sənin atın Hüseynin köynəyidir bu. Köynək qiyamətə qədər bu köynək mənimlədir. Məndən ayrılmaz. Bu köynək mənimlə bir yerdədir. Həzrət Əbəlfəz ağa qızlara xüsusi bir məhəbbəti var idi. Hamısı Həzrət Əbəlfəz ağanı çox istəyirdilər. Dedi ki, xanım Səkinə danışır yuxusunu. Deyir ki, nənəm Zəhra bir köynək çıxartdı. Dedi ki, bu qiyamətəycən mənləndir bu köynək. Şəhriyar yazır Hüseynin köynəyi Zəhra əlində, çəkər qiha, qiyamət, məhşər ağlar. Hüseynə yerlər ağlar, Hüseynə göylər ağlar. Bətul-i mürtəza, Peyğəmbər ağlar. Əla lə'nətullah aləl qavmiz zalimin və səya'ləmullezine zalamu əyyə munqalabin yənqalibun salavat zikriliyək. Salli alə Muhammed və ali Muhammed. Xəstələr var, mərzlər var, tezliklə şifa-i acil mərhəmət tahmaqlarından ötəri Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyər. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil faracə. Məclisimiz